Əvvəlcə yeni robotik reabilitasiya mərkəzi ilə tanışlıq oldu. 3600 kvadrat metr ərazidə yerləşən mərkəz müasir tibb texnologiyalarına əsaslanan geniş imkanları ilə seçilir. Mərkəz nevroloji, ortopedik, pediatrik, idman və onkoloji reabilitasiya istiqamətləri üzrə xidmətlər göstərəcək. 3D hərəkət analizi, süni intellekt əsaslı qiymətləndirmə sistemi, robotik lokomasiya və yuxarı ətraf reabilitasiya avadanlıqları mərkəzi bu sahədə ölkənin ən inkişaf etmiş tibb ocaqlarından birinə çevirir. Daha sonra sümük iliyi transplantasiyası mərkəzinə baxış keçirildi. Məlumat verildi ki, burada leykoz, limfoma, miyeloma, aplastik anemiya və talasemiya kimi xəstəliklərin müalicəsi üçün həm autoloq, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun olaraq aparılacaq. 22 çarpayılıq müasir şöbə böyüklər və uşaqlar üçün nəzərdə tutulub. Mərkəzin fəaliyyəti ölkəmizin hematonkoloji xəstəliklər üzrə müalicə prosesinin yerli mütəxəssislər tərəfindən daha yüksək səviyyədə aparılmasına şərait yaradacaq. Qeyd edək ki, yeni robotik reabilitasiya mərkəzi bugündən etibarən vətəndaşların xidmətinə veriləcək. Əntiqə Fərəcova, Alik Bəxtiyaroğlu, ASTV Xəbər.